Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İlham Qəmbərov ad-soyad şərtidir. Mağaza qarəti səbəbilə 3 il 6 aylıq həbs cəzasını çəkdikdən sonra azadlığa çıxır. Bildirilir ki, evə qayıdan İlham oğlunu içkili vəziyyətdə görür və evin acınacaqlı durumuna görə onu sorğu-suala tutur. Oğlu atasına bacısının evi tərk etdiyini deyir, əşyaları sataraq gözəllik salonu açdığını və dərk yaşadığını söyləyərək onu daha da qıcıqlandırır. Atası isə bu sözləri qəbul etmir və hər şeyi öz gözlərlə görmək üçün qızını izləməyə qərar verir. O, qızının iş yerinə gedərkən və rəfiqəsi ilə görüşərkən izləyir, lakin həmin gün onunla danışmağa cəsarət etmir. Evə qayıtdıqda oğlu yenə içkili halda atası ilə kobud davranır və bu atası İlhamın fikirlərini daha da qarışdırır. Növbəti gün İlham qızını stomatoloji klinikada yaxalayır və ondan evə qayıtmasını tələb edir. Qızı isə atasının inadkarlığından bezərək birbaşa onun evinə gedir və illərlə hiss etdiklərini açıq şəkildə dilə gətirir. Qızının "sən mənə ata olmamısan" sözləri İlhamın nəzarətini itirməyə məcbur edir və o qızını boğaraq öldürür. Faktla bağlı araşdırma aparılır.